Salam uşaqlar, bugün yəni 21 dekabr hədəf sınağının izahını verəcəm Azərbaycan dili fənnindən. Videonu bəyənib və kanala abunə olmağı unutmayın uşaqlar. 9-cu sinifə baxırıq və 1-ci qrammatika suallarından başlayırıq. 27-ci sualda deyir ki, hansı cümlədəki sayın yazılışında səhvə yol verilmişdir? Biz axşam saat 8-də görüşməli idik. Burada hər şey qaydasındadır, səhvə yol verilməyib. Biz yarışda birinci olduq. Burada yoxdur. 15-dən 5-ə çıxsaq 10 edir. Yoxdur, direktor 10-cuları təbrik etdi. Uşaqlar 10-cuları yox, sadəcə cu hissəsi yazılmalı idi. D variantı səhvdir. 28-ci sual. Verilmiş nümunələrdə ilk ismin aid olduğu hala görə düzgün ardıcıllığı müəyyən edin. İlk ismin aid olduğu hala görə o bağdan topladığı, bağdan çıxışda qaldı. Səhər erkən yola çıxıb məktəbə kimi hər addımı həyəcanla atdı yola. Onun dərisi günəş işığında pək kimi parıldayırdı dərisi. Payız küləyi, payız, kitab yazmaq bilən kitab sözü var. Deməli, nə ilə başlayırıq uşaqlar? Çıxışlı haldan başlayırıq. 3. Daha sonra deməli 3-dən başladıq. Daha sonra gedirik, yola çıxıb yönlük hal. 3, 2. Daha sonra onun dərisi adlı haldadır. 3, 2, 1. O da A variantı eləyəcək. 3, 2, 1 payızın küləyi yəli haldır. 6, 3, 2, 1, 6. Bir də 4 təsirli hal. 3, 2, 1, 6, 4. A variantı. 29. Hansı cümlədə sifət dərəcəyə görə dəyişə bilmir? Bilirik ki, IV şəkilsi ilə, lıq şəkilsi ilə, daki şəkilsi ilə cüzə sifətlər dəyişə bilmir. Ona görə də variantımız C variantı olacaq. Evdəki sözü. Hansı sözlər hallandıqda kökdəki, buna C yazaq, hallandıqda kökdəki ikinci saytını itirmir. Yəni, hallandıqda itirmirsə, ya milli sözdür, ya da ümumiyyətlə bu sıraya ümumiyyətlə daxil deyil. Və variantımız olacaq D variantı. Beyin, çiyin sözləri milli sözlərdə hallananda saytını itirmir. 31. Uzaq şəhərin dar küçələrində gizli hekayələrə bənzəyən köhnə evlər dayanmışdır. Nümunənin təhlilinə aiddir. Adlı halda işlənmiş bir isim var. Uzaq şəhərin dar küçələrində, bu yəlidir. Küçələrində yerlikdir, hekayələrə yönlükdür. Köhnə evlər dayanmışdı, evlər var, adlı haldadır. Ona görə bir düzgündür. Götürərik. Nümunədəki isimlər müxtəlif hallardadır. 2 də düzgündür, bunu da götürək. Adi dərəcədə olan 4 sifət işlənmişdir. Uzaq adidir, dar adidir, gizli adidir, köhnə adidir. 4-dən elədi, elə bu da düzgündür. 1, 2, 3 D variantı. Sifətlərin ikisinin amonimliyi var. Dar sözü amonimdir, düzgündür. Köhnə sözün amonimliyi yoxdur, gizlinin amonimliyi yoxdur. Uzaqında yoxdur, 4 səhvdir. Sifətlərdən biri ismin sualına cavab verir, heç birisi ismin sualına cavab vermirdi, səhvdir. Sonra keçdik 32-ci suala. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arası numerativ söz işlədilə bilər? Bu bir neçə sayıdır, bir neçə sayında işlənə bilər. Bir də ki, təqribi sayılarda işlənə bilər. Görək hansı var? Bir çox insanlar, bir çoxunun işlənməz, A getdi. Mənim evimdə az kitab var, burada da olmaz. Muzeyin arxivində minlərlə şəkil saxlanılır. Burada da olmaz. Kitabxanada xeyli kitab var və burada da yoxdur. Meyvə bağında 5-6 dənə alma ağacı var deyə bilərik uşaqlar. Bir də bir neçə olsaydı əgər onu da götürə bilərdik. Bir neçə nəfər uşaq məsələn olardı. 33. Deyiliş ilə yazılış arasındakı fərqli məqamların sayına görə uyğunluğu müəyyən edin. Gözlənilməz, gözlənilməz 1. İftixarla 3. İplik 1. İplikdə bir fərqli məqam var. İsmarramaq bu 2-dir. Bir dəqiqə bunlar hamısını tapaq. Qabaqçıl 1. Qatdamaq 3 oldu. Lıdıya, nımıya, qıxıya çevrildi. Bir də ki, mülkədar burada da yoxdur. Ona görə 1-ə nə oldu uşaqlar? Bir gözlənilməz sözündə 3 fərqli məqam var idi. Gözlənilməz bir fərqli məqam daha doğrusu. 1-ə gedir C. İftixarla da 2 fərqli məqam var idi axı. 2-yə gedir D.
Biri həmçinin A da gedirdi. AC. Biri AC, 2-yə D variantı, o da C. Ümumi qrammatik mənasına görə fərqlidir. Yaşıl sifət, duzlu sifət, qabaqcıl sifət, nurani sifət, kəndli isimdir, C variantı. Hansı cümlədə keyfiyyət bildirən söz işlənmişdir? Atam əlində balaca bir bağlama otağa daxil oldu. Deməli, uşaqlar, keyfiyyətdir, sifətin xüsusiyyətidir. Amma bilirsiniz ki, sifət keyfiyyətlə yanaşı əlamət də bildirir. Burada balaca əlamət bildirir. O zarafatçıl insandır. Zarafatçıl sifətdir və keyfiyyət bildirir. B variantı. Uşaqlar göy şarları əlamət bildirir. Sonra axşam göy üzü qırmızı və narıncı rəngdə. Bu da əlamət bildirir. Uca dağların kölgəsi uca da əlamət bildirir. Ona görə E variantı da olmaz. Variantımız B variantı oldu. 36. İstək sözünün sinonimini müəyyən edin. Uşaqlar, istək nə olacaq? Arzu olacaq. D variantı. Belə, qrammatikamız bitdi. Keçdik mətnimizə. Mətnimiz də keçmişin izində mətnidir. Mətni belə saxlayırıq ki, imtahanda iştirak eləməyənlər oxusunlar. Biz də keçirik 37-ci suala. 37-ci sualda deyir ki, mətnə əsasən yanlış fikri müəyyən edin. Firidun qorxudan çox həyəcan hiss etmişdi. Bəli, bu mətndə var idi, düzgündür. Keçmişdə gördüyü parıltı Firidunu yenidən ora gətirmişdi. Deməli, o parıltı deyir, yenidən ortaya çıxdı. Bu da təsadüf deyildi, ona görə gedir onun arxasıca. Firidun qayaya yaxınlaşdıqca qaya çat verir, açılır. Bu da mətndə var idi. İndi onu tam burada göstərə bilməyəcəm. Çat verir, açılır. Çat kimi açıldı. Deməli, bu düzgündür. Qayanın içinə girən Firidun orada gizli xəzinəni gördü. Gizli xəzinə görmür. D variantı səhvdir. Naməlum səs birbaşa Firiduna müraciət edir. Bəli, onu deyir ki, geri döndüm. Birbaşa ona müraciət edir. Düzgündür. 38-ə baxırıq. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Parıltı illər sonra görünür və Firidun təpəyə getməyə qərar alır. Bu düzgündür. A getdi. Plus qoyaq, minus qoymaq. Firidun qayanın yaxına yaxınlaşır və o qaya çat verir, açılır. Bu da düzgündür. Firidun plitəyə toxunan kimi plitədə işıqlar yaranır. Bu var idi mətndə, düzgündür. Firidun illər əvvəl parıltıya şahid olmuşdu. Bəli, ona görə bu dəfəkini təsadüf hesab eləmir. Bu düzgündür. Dəhliz tam qaranlıq idi. Bu səhvdir. Çünki işıq saçırdı axı. Divarlar işıq saçmağa başladı. Bu səhvdir. E variantı olacaq variantımız. Sonra 39. Mətnin giriş və əsas hissəsi arasında əlaqə yarada bilən cümləni müəyyən edin deyir. Giriş və əsas hissəsi arasında. Bunun üçün uşaqlar mətnə qayıtmalıyıq. Deməli, uşaqlar, eyni parıltının yenidən ortaya çıxdığını gördü. Bu təsadüf ola bilməzdi. Bura girişdir. Buradan başlayır əsas hissə. Təsadüf ola bilməzdi. Gecənin yarısı idi və bundan sonra başlayır həmin hadisələri danışmağa. Gəlin görə bura nə yaza bilərik? Bu sirrin üzə çıxması, bu artıq hadisələrdən sonraki hissədə olmaz. Parıltının arxasında duran güc onu gələcəyə aparan bir yol göstərdi. Bu hələ gedəcək, o işığı tapacaq, ondan sonraki etaplara aiddir. O gecəki hadisə Firidunun gələcəyini tamamilə dəyişdi və həyatının yeni bir dövr açdı. Bu da sonraki gedişata aiddir. Uşaqkən gözünə görünən o parıltı indi onu qorxmadan qayanın yanına addımlamağa vadar edirdi. D variantı olar. Niyə görə uşaqlar? Bu onu uşaqkən görüb. İndi də uşaqkən görüb onu və indi artıq üstündən 30 il keçib və onun bura yazırıq ki, uşaqkən gördüyü bu hadisə o vaxt getməyibdi o qayanın yanına. Uşaqkən gördüyü bu hadisəni təsadüf hesab etmir, ona görə də ora addımlamağa vadar edir bunu və o da addımlayır, gedir. 40-cı sual. Mətndə tündqara hərflərlə verilmiş sözün mənasına uyğun ifadənin işləndiyi cümləni müəyyən edin deyir. Tündqara hərflərlə verilmiş sözün mənasına uyğun ifadə. Bu təsadüf hesab oluna bilməzdir, təsadüf sözüdür. Görək buna nə uyğun gələr uşaqlar. Deməli, bir anlıq susmaqla çox şey itirdiyinin fərqinə varmışam. Burada yoxdur. Heç gözləmədiyim bir anda illərdir görmədiyim dostum qarşımda peyda oldu. Uşaqlar, təsadüf, yəni gözləmədiyimiz bir anda, yəni buna uyğun şərhli B variantı olar, amma hamısına baxaq. Keçmişdə atdığım adımların bugünkü vəziyyətə görə ağır nəticə verdiyini indi anlayıram. Burada yoxdur. Düşünürəm ki, daha yaxşı davranmaq. Burada da yoxdur. Keçmişdə buraxdığım səhv. Burada da yoxdur. B variantı. 41. Qarşısında Roma rəqəmləri yazılmış sözlərin şərhi ilə bağlı doğru fikirləri müəyyən edin. Roma rəqəmi yazılmış sözlərimiz burada deməli hava birdən-birə soyudu. Bir bu idi. Bir də o qətiyyətlə irəli addımladı. Bu idi. Baxırıq. Deməli, qətiyyətlə və bir də hava soyudu cümləsi idi. Düzdürmü? Bura yazım çünki unuduram sözləri yenidən baxmayaq. Bir də
Qətiyyətlə sözü idi. Deməli, uşaqlar, hava sözünə deyir ki, əzmlə tərəddüdsüz şəkildə mənasını ifadə edir. Bu nəyə aid olar? Qətiyyətliyə aid olar. Düzdürmü? Dözmək, təhəmmül etmək mənasını verir. Bu heç birisinə aid deyil. Sinonimi və antonimi var. Deməli, qətiyyətlə sözündə, məsələn, qorxaqcasına, inamsızcasına deyə bilərik. Bir də qətiyyətlə sözünə inamla deyə bilərik. Bunun sinonimi ola bilər. Ona görə düzgündür. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti anlamındadır. Bu ola bilər hava sözünədir. Səslənən oyun havası, bu isə başqa bir şeydir. Bunun amonimliyidir. Bu da olmaz. BZ olan variantları BE olan variantları çıxardacağam. Və variantımız qalacaq B variantı. Yəni 1-ə D, 2-ə AC. 42-ci sual. Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur deyir. Firidun parıltını ilk dəfə görürdü. Bu haqda məlumat var. Firidun qədim işarələri oxuya biləcək qədər bu sahədə bilikli idi. Firidun başa düşürdü ki, onu gözləyən hadisələr həyatın gedişatını dəyişə bilər. Gəlin bu hissəyə baxaq. Firidun uzun illərdir unudulmuş kimi görünən hadisə əslində heç vaxt bitmədiyini hiss edirdi. Uşaqkən qayanın sinəsinə qalxan qəribə parıltıya şahid olmuşdu, amma o heç vaxt heç nə anlamamışdı. Bax, buradan görürsünüz ki, o parıltını ilk dəfə idi görmürdü də, yanlış fikirdir. Çünki onu uşaqkən bir dəfə də görüb. B variantını atırsınız, D variantını atırsınız. Firidun qədim işarələri oxuya biləcək qədər bu sahədə bilikli idi. Mətndə bu barədə məlumat verirdi. Bax, deyir daş bilti üzərində naməlum işarələr var idi. Bilmir də, yəni nədir, ona görə onun üçün naməlumdur. Ona görə bu 2 də səhv olacaq. Bilsəydi naməlum olmazdı. 2 səhvdir. Firidun başa düşürdü ki, onun gözləyən hadisələr həyatın gedişatını dəyişə bilər. 2-ni də bu arada atıram. Variantımız A qalır, amma bir baxaq yenidən. Firidun başa düşürdü ki, onun gözləyən hadisələr gedişatını dəyişir, həyatın gedişatını dəyişər. Yəni, bu təsadüf ola bilməzdir. Buradan belə bir qənaətə gələ bilərik. Gələcəyini dəyişəcək. 3. Deməli, bu düzgündür. 3-ü buradan götürürük. Sonra mətndə bu haqda məlumat yoxdur. Firidunun kəndə qayıtmasının əsas səbəbi parıltını yenidən görmək arzusudur. Belə bir şey deyilmi mətndə? 4 düzgündür, götürürük. Sirli səsi eşitdikdə bir anlıq Firidun tərəddüd etdi və getmək fikrindən daşındı. Belə bir şey də yox idi. 5 də götürürük. Uşaqlıq illərində gördüyü bu işik Firidunun yaddaşında iz qoymuşdu. Bu mətndə var idi. 3, 4, 5 A variantı olacaq. 43. Mətnin plan bəndlərinin doğru ardıcıllığını müəyyən edin. Yeni həyatın asanası, zamanın arxasından gələnsə, sirrin dərinliyinə enən yol, qayanın oyanışı, gecənin sakitliyinə doğru addımlar, unudulmuş xatirənin oyanışı. Təbii ki, unudulmuş xatirənin oyanışı ilə başlayacağım. Geri qalanına da mətndən baxarıq. Deməli, unudulmuş xatirənin oyanışı. Sonra ya 4 ya 5-ə baxırıq. Qayanın oyanışı, gecənin sakitliyinə doğru addımlar. Uşaqlar, birinci gecənin sakitliyinə doğru addımları olacaq. Niyə görə? Çünki o gedəcək həmin o yerə doğru. Sonra da həmin o qaya çat verib açılacaq. Onu nəzərdə tutur. 6, 5, 4. Sonra 6, 5, 4. 6, 5, 4 A variantı. Sonra deyir ki, sirrin dərinliyinə enən yol zamanın arxasından gələn. Bu sonra həmin o sirrin dərinliyinə enən yola gedəcək. Sonra da o buna deyəcək ki, geri döndün. Bax, bir dəhliz açıldı, bu ora gedəcək. Sonra buna deyəcək geri döndün, səs eşidəcək, düzdürmü? 6, 5, 4, 3, 2, 1. A variantı oldu. Qarşısında rəqəm yazılmış hansı cümlə mətndən çıxarılsa mənaya xələl gəlməz. Gəlin, baxaq. Deməli, uşaqlar, birinci cümlə deyir ki, uşaqkən qayanın sinəsindən qalxan qəribə parıltıya şahid olmuşdu, amma heç vaxt heç nə anlamamışdı. Bu cümləni çıxarsaq, burada deyir ki, indi isə 30 ildən sonra kəndə qaydanda eyni parıltının yenidən ortaya çıxdığını gördü. Axı, bizə birinci parıltını deməlidir, sonra da deməlidir yeni parıltı. Yəni, biri çıxara bilmərik, olmaz, X qoydum. 2-də ayaqları altındakı daşlar xırsıldayır, sanki ona geri dön demək istərdi. Bunu çıxartdıq. Burada deyir, qayanın olduğu təpəyə düşməyə başladı, lakin içində bir güc vardı. İllər əvvəl ona toxunan, indi isə özü onu harasa çağıran işığın gücü. Bu nə isə qarşılaşdırmalıdır da. Ona görə bu cümləni çıxarsaq, qarşılaşdırılan cümlə çıxarılmış olacaq. Yəni, bunu da çıxarda bilməzsiniz. 3-ə baxaraq Firidunun əli irəli uzandı. Bunu çıxartdıq. Parıltı getdikcə artır, sanki qayanın içində bərq vururdu. Birdən qaya titrədi və çat kimi bir yarıq açıldı. Bu artıq adi bir hal deyildi. Qaya sözün həqiqi mənasını nəfəs alırdı. Firidunun əli irəli uzandı.
Qayanın yanına çatanda, bu çıxarsaq bir sıxıntı olmur əslində. Qayanın yanına çatanda hava birdən soyudu. Parıltı getdikcə artır, sanki qayanın içində bərq vururdu. Birdən qaya titrədi və çat kimi bir yarı qaçıldı. Bunu çıxardanda bir şey olmur. Buna baxaraq, sonra 4-ə baxıram. Deməli, geri döndün. Geri döndün. Firidun diksindi. Bu səs tanış idi. Geri döndün. Bu səs tanış idi, amma kimə məxsus olduğunu xatırlaya bilmirdi. 4-ü də çıxarsaq bir şey olmur, uşaqlar. 4-də də heç olmur. Çox güman 4 çıxacaq. 5. Firidun anlayırdı ki, bu yer ona təsadüfən açılmamışdı. Bunu çıxartdıq. Deyir, illər əvvəl gördüyü işıq sadəcə işıq deyilmiş. Onu seçən bir çağırış imiş. Yəni, gərək bizə öncədən desin, axı təsadüf deyilmiş. Sonra da desin ki, illər əvvəl gördüyü yer işıq sadəcə işıq deyilmiş. Bir dənə suala təkrar baxıram. Qarşısına rəqəm yazmış hansı cümlə mətndən çıxarsın, mənaya xələl gəlməz. Deməli, 1-i atmışdıq, 2-ni atmışdıq, 3 ilə 4 arasında qalmışdıq, 5-i də atırıq, olmaz. 3-ü təkrar baxırıq. Yəni, Firidunun əli irəli uzandı. Əslində, onu da desək bir şey olmur ya, uşaqlar. Qayanın yanına çatanda hava birdən soyudu. Parıltı getdikcə artır, sanki qayanın içində bərq vururdu. Birdən qaya titrədi və çat kimi bir yarı qaçıldı. Qayanın içində bərq vurdu. Firidunun əli irəli uzandı. Bir sıxıntı olmur. 3-4 deyərdim burada variant. Çox güman ki, variant 4 çıxacaq. 4 olacaq. Çünki onun diksinməsini desən olar, deməsən olar. Amma 3 də uyğundur. Burada C, D sanki ikisi də olacaq. Bəlkə ulduzlu gəldi bu sual. 45. Deyir ki, mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəl tamamlayın. Həqiqi mənadadır, məcazi mənadadır. Mətndəki ilə eyni mənada işlədildiyi başqa cümlə. Üzərində rəqəm yazılmış sözləri tapırıq. Buranda silirik ki, onları yaxşı-yaxşı görək. Üzərində rəqəm yazılmış sözlər. Uzun illərdir, bu məcazidir. Birinci sözümüz görək nədir? Firidunun əli irəli uzandı. Bu da həqiqidir. Birinci həqiqi, ikinci məcazidir. Birinci həqiqi, ikinci məcazidir. Belə yazdıq və deyirik ki, məsələn, mən ümid əlimi heç vaxt üzmürəm. Tanrıdan ümid əlimi heç vaxt üzmürəm. Məsələn, belə bir cümlə yaza bilərsiniz. Mətndəki ilə eyni mənada işləndiyini istəyir. Məsələn, deyirəm ki, əli əzilmişdi. Düzdürmü? Eyni mənada işlənib. Sonra, məsələn, 2-yə də məcazidə axı. Deyirəm ki, bu hadisədən uzun vaxt keçib. Hadisədən uzun vaxt keçib. Bax, fərqli demir. Fərqli desə birini həqiqi, birini məcazi eləməli. Mətndəki ilə eyni deyir. 46. Altından xətt çəkilmiş cümlədə yanlışlığı düzəldib yenidən yazın deyir. Altından xətt çəkilmiş cümləyə baxırıq. Firidun qaranlıq cığırla qayanın olduğu təpəyə düşməyə başladı. Qaranlıq cığırla təpəyə düşməzlər axı uşaqlar. Təpəyə neyniyərlər? Qalxarlar, düzdür. Firidun qaranlıq cığırla qayanın olduğu təpəyə doğru qalxmağa başladı. Təpəyə qalxmağa başladı olar. Təpəyə necə düşərsən axı? Qalxmağa başladım. Belə yazarıq. Sonra keçdik uşaqlar ikinci mətnimizə. İkinci mətnimiz Korinf mətnidir. Belə saxlayırıq ki, mətni oxuyasınız. Deməli uşaqlar 47-ci sualda deyir ki, bir dəqiqə. Mətndə hansı suala cavab yoxdur? Niyə Korinf kanalı dünyanın ən dar su kanalı hesab olunur? Bəli, Korinf kanalının ən dar su kanalı hesab olunduğu verilib, amma niyəsi verilməyib. Təbii ki, kaş belə bir variant olmazdı. Gəl B variantına baxaq, sonra A variantını deyəcəm. Kanalın üstündən hansı növ körpülər salınıb? Bu var. Avtomobil və dəmir yol körpüsü salınıb. B getdi. Hər il kanaldan 15 minə yaxın gəmi keçir. Bu da var. Korinf kanalı hansı iki dənizi birləşdirir? Ege ilə İon dənizini getdi. Niyə Periander kanalı tamamlaya bilmir? Çünki daşqının baş verə biləcəyindən qorxur. E variantı. Variantımız A olacaq. Əslində mənə görə kaş heç A variantı olmazdı. Çünki məsələn, niyə ən dar kanal hesab edilir? Çünki məsələn, eni 21 metrdir. Yəqin ki, buna görə bundan genişi filan yoxdur. Amma mətndə deyilməyib də. Məsələn, bundan dar olan bir kanal filan yoxdur. Ona görə ən dar hesab edilir. Yəqin buna görə A variantı olacaq. 48-ci sual.
Mətnə əsasən cədvəldən uyğun fikri müəyyən edin. Korinf kanalı İon dənizinin Saronik körfəzindən ayırır. Korinf kanalı, düzgün demirəm. Korinf kanalı İon dənizinin Saronik körfəzindən ayırır. Əlbəttə, Korinf kanalı həmçinin dünyanın ən gözəlliyi filan, nəysə bax. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir. Yəni Egey dənizini İon dənizi ilə birləşdirir, Saronik körfəzini də Korinf körfəzi ilə birləşdirir. Yəni burada ayırmasından filan danışmayıb da, ona görə bu səhvdir. Səhvə doğru deyir, A variantı olmaz. Tarixi şəxsiyyətlər Julius Sezar və Nero kanal tamamlanması ilə maraqlanmışlar. Bu mətndə var idi, amma yanlış deyir. Kanal Peloponnes yarımadasını Balkan yarımadası ilə birləşdirir. Gəlin o hissəyə baxaq. Peloponnes tapaq. Deyir Peloponnes yarımadasını Balkan yarımadasından ayırır. Səhvdir, amma doğru deyir. Olmaz. Kanalın tikintisi eramızdan əvvəl 7-ci əsrdə başlayıb. Bu düzgündür, amma buna səhv deyir. Bu da olmaz. Getdi. Böyük laynerlərin bəzən kanaldan keçməsi üçün katerlər müşayiət edir. Böyük laynerlərin bəzən kanaldan keçməsi üçün. Baxın. Katerlər ya da daha kiçik gəmilər müşayiət edir. Bu zaman böyük laynerləri katerlər müşayiət edir. Bu düzgündür, düzə də düz deyir. Variantı. Mətndə çərçivədə verilmiş sözü əvəz edə bilən nümunəni müəyyən edin deyir. Çərçivədə verilmiş sözümüz antik dövr qədim dövrdür də. Çağdaş olmaz müasirdir. Nimdaş köhnə paltar haqqında deyilir. Müasir olmaz getdi. Köhnə dövr biraz üslubu cəhətdən düzgün deyil. Qədim dövr olar B variantı. Mətndə birinin səbəbini müəyyən etmək mümkün deyil. Gəlin baxaq görək. Kanal yalnız 19-cu əsrin sonunda tamamlanıb. Çünki uşaqlar niyə görə tamamlanıb? Əvvəlki illərdə düşünüblər ki, daşqınlar olar və yaxud hansı hadisələr ola bilər. Ona görə də 19-cu əsrdə tamamlanıb da nəhayət. Ona görə bunun səbəbi var. Peloponnesin artıq adaya çevrilməsinin deməli bax, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Bir dəqiqə buna baxaq. Burada deyir ki, kanalın çəkilişi Peloponnes yarımadası artıq adaya çevrilib. Çünki kanal çəkilibdir, ona görə o adaya çevrilib. Periandrın kanalı tamamlaya bilməməsini o da var idi. Daşqınlar ehtimal edirdi, ona görə. Böyük laynerlərin bəzən kanaldan keçə bilməməsinin gəlin baxaq buna, bu da var idi. Bəzən olur ki, kanaldan böyük laynerlər keçə bilmir. Bu zaman böyük laynerlər, katerlər ya da daha kiçik gəmilər müşayiət edir. Buna baxmayaraq kanaldan hər il 15 mindən çox gəmi keçir. Uşaqlar niyə keçə bilmir? Çünki kanal dardır da, yəqin böyük laynerlər ona görə keçə bilmir gəmidən. İdman həvəskarlarının Korinfdə yarış keçirməsinin, buna da bir bax. Deməli, idman həvəskarları hissəsinə baxırdıq. Deyir ki, ekstremal idman həvəskarları da bu arada tez-tez yarışlar təşkil edirlər. Amma niyə təşkil edirlər? Yoxdur mətndə. Qəribə sualdır bu da. E variantı olacaq. Qəribə dediyim, yəni variantlar bir balaca nəsə sanki tam deyil bəzi variantlar ona görə. 51-ci sual mətndə danışılmır. Kanalın ətrafında xüsusi müdafiə divarlarının tikilməsindən. Belə bir şey yox idi mətndə, amma bir baxaraq. Kanal tikintisinin hansı dövrdə başlaması 7-ci əsr var idi. Kanal 19-cu əsrdə tamamlanır var idi. Egey və İon dənizinin su səviyyəsinin fərqindən buna baxaq. Kanalda laynerlərin keçidinin çətinliyindən bu da var. D-ya bir dənə baxaq. Yunanıstan Korinf kanalı Egey dənizi İon dənizi ilə birləşdən dünyanın ən dar su kanalı hesab edilir. Əlbəttə Korinf kanalı həmçinin dünyanın ən güclü nəqliyyat kanallarından biridir. Deməli Əhəng daşı masifinə keçir və divarların hündürlüyü 76 metrə çatır. Su səviyyəsinə bir baxaq, görək harda var. Kanalın uzunluğu 6 km, eni 21-dir. Bir dəqiqə. Burada görmədim, bir də varianta yenidən baxam. Mətndə danışılmır. Egey və İon dənizinin su səviyyəsinin fərqindən. Uşaqlar burada gördüm deyir, lakin Egey və İon dənizlərinin su səviyyəsindəki fərq səbəbindən. Bundan danışır. Belə, biraz çətin tapdıq. D variantından da danışım, ona görə variantımız qalacaq A variantı.
Keçdik. Orada divarlar var idi, amma o divarların müdafiə divarları olması deyilmirdi. Ona görə səhvdir. 52. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənmişdir? Onu tapın deyir. Gəlin baxaq. Bir dənə buranı yenə təmizləyim ki, rəqəm yazılmış sözləri rahat görək. Deməli, hansını istəyir bizdən? Həqiqi mənada olanları istəyir bizdən. Burada deyir ki, hündürlüyü 76 metrə çatır. Bu məcazidir. İkinciyə baxırıq. Deməli, böyük laynerlər həqiqidir. 15 mindən gəmi keçir. Bu da həqiqidir. Sonra yəqin bir dördüncü sözümüz də var. Kimi tarixi şəxsiyyətlərin adları keçir. Bu məcazidir. Hansılar həqiqi oldu? Bu 3-dür. Çox güman ki, bu da 2. 2-3 olacaq variantımız uşaqlar, B variantı. Mətndə altından xətt çəkilmiş sözün mənasını müəyyən edin deyir. Baxaq görək, altından xətt çəkilmiş sözümüz hansı idi burada? Adaya çevrildi. Ada nədir? 4 tərəfi su ilə əhatə olunan quru parçasıdır da, düzdürmü? Gəlin baxaq. Hər tərəfi su ilə əhatə olunmuş quru C variantı. 54. Mətnin yalnız əsas hissəsinə aid olan plan bəndini müəyyən edin. Yəni, başqa heç bir hissələrə aid olmasın. Kornev kanalının coğrafi mövqeyi, kanalın ölçüləri və quruluş xüsusiyyətləri, kanalın rəsmi açılışı, sonra kanal üzərindəki körpülər və ekstremal tədbirlər, kanalın bugün dəniz yolu kimi istifadəsi. Coğrafi mövqeyinə baxırıq. Kornev kanalı, Yunanistanın Kornev kanalı, yəni Yunanistanda yerləşir. Egey dənizinin İon dənizi ilə birləşdirilməsi bu giriş hissədə var. Ona görə A variantını atırsınız. Kanalın ölçüləri, quruluş xüsusiyyətləri haqqında bax, yenə giriş hissədə danışır. Bunu da atırsınız. B variantı gedir. Kanalın rəsmi açılışı nəticə hissədə idi, amma yenə baxaq. Və 12 ildən sonra baş tutdu. Möhtəşəm açılışı. Bu nəticə hissəyə aiddir. Bunu atırıq, getdi. Kanal üzərindəki körpülər və ekstremal tədbirlər. Bu əsas hissədə var idi, D variantı. Amma yenə baxaq. Kanalın bugün də dəniz yolu kimi istifadəsi. Baxın, bu hissədə məsələn körpülərdən danışır, tutalım. Hanı körpüləri burada bir dənə tapaq. Avtomobil körpülərindən danışır, ekstremal tədbirlərdən danışır. Bu yalnız əsas hissədə idi. Düzdürmü? Sonra dünyanın ən dar su kanalı kimi istifadə edilməsi filan. Ən gözəl nəqliyyat kanallarından biri olması var giriş hissədə. Bir dəqiqə. Deməli, dəniz yolu kimi istifadə edilməsi, kanal kimi istifadə edilməsi giriş hissədə var. Ona görə E variantı da gedir, qaldı D variantımız. 55. Mətndə tünd qara hərflərlə verilmiş abzasda mətnin məzmununa uyğun olmayan cümləni müəyyən edin və seçiminizi əsaslandırın. Baxırıq, 55. Tünd qara hərflərlə verilmiş hissə. Planı yalnız 19-cu əsrin sonlarında həyata keçirmək mümkün oldu. Kornev kanalının möhtəşəm açılışı 1893-cü ilin avqustunda 12 illik tikintidən sonra baş tutdu. Heç bir tarixi şəxsiyyətin maraqlanmadı. Bu, axı tarixi şəxsiyyətləri maraqlanır, orada Yuli Sezarın filan adı çəkilir. Ona görə bunu götürüb yazırsınız. Heç bir tarixi şəxsiyyət, heç bir olan cümləni yazırsınız. Mən də axıra qədər yazmayım. Və yazırsınız ki, bu kanal, deməli, kanalın tikintisi ilə bağlı, məsələn, Yuli Sezar maraqlanıb, orada Yuli Sezarın adını çəkirsiniz. Gəlin bu mətnindən tapaq. Deyir ki, məsələn, Yuli Sezar, Kaligola kimi tarixi şəxsiyyətlər maraqlanıb. Sonra Periandr onunla maraqlanıb. Həmçinin imperatorlar Nero, Galba, Bizans və Venesiyalılar da maraqlanıblar. Onu götürüb yazırsınız və isbat etmiş olursunuz. 56-cı suala baxırıq. Fikir, Kornev kanalının tikintisi uzun müddət çəkmişdir. Faktımız da odur ki, Kornev kanalı 7-ci əsrdə başlayıb, 7-ci əsrdə bunun inşasına başlayıblar və 1800 neçənci il idi? 93 ili deyəsəm, 1893-cü ildə tamamlanıb. Deməli, uzun müddət çəkmişdir kimi yazırsınız. Faktı da mətndən seçirsiniz uşaqlar. Belə. 9-cu sinifimizin də izahı ilə bağlı bu qədər. Biraz gec oldu. Uşaqlar artıq 9-cu sinif uşaqları mənə YouTube-dan yazırdılar. Deməli uşaqlar, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Növbəti video izahlarında görüşənə qədər. Sağ olun.